Sabahınız xeyir qızlar. Biz oyandıq. Bugün evləri yığışdırmaq lazımdır. Bu da mənim balaca köməkçim. Alina, salam de. Salam. Salam. Hər yer biraz çox dağınıqdır. Əslində dünən yığışdırmışdım, amma ondan sonra yenidən dağıldı. Bu otağı ən sona saxlayacağım. Bu dəfə buradan başlamayacağım. Çünki əvvəlcə gedib yemək yeməliyik. Bundan sonra isə digər otaqlarda sizə göstərəcəm. Buranı da əvvəlcə sizə göstərim. Dünən evdə olmamışam. Bunu ən sonda göstərəcəm sizə. Hardan almışıq filan. Baxın, vəziyyət budur. Oyuncaqlara heç nə deyə bilmirəm. Düzdür, Alina oynayır, amma burada bəzi artıq şeylər var. Onları çıxarmaq lazımdır ki, biraz səliqəli görüntü olsun. Gənclikdə bir mağazadan 25 manata almışdıq bunu. Belə yığılan formada kreslodur. Uşaq üçün bəlkə də görmüsünüz. Bir çox yerdə bunun fərqli qiymətlər satırlar. Hətta Panda Kids'də bunu 45 manata gördük. Gördüyünüz kimi çox keyfiyyətlidir, qəşəngdir. Mən də danışıram, gedib bir reklam edirəm. Amma qəşəngdir. Belə yığılır bu formada da. Bəlkə heç görməyənlər varsa, belə göstərim sizə. İstəsəz, əgər kiməsə maraqlıdırsa 25 manat aldıq təxmini. 24 ya da 25 olmalıdır. Yəni kimə əgər istəyirsə, mən mağazanın adını, ünvanını sizə yazaram, gedib alarsınız. Yəni bunu mən 35 manata görmüşdüm başqa mağazalarda. Köməkçim də elə arxamca gəzir. İndi biz gedirik yemək yeməyə. Bu otaqlarda çox elə bir şey yoxdur. Sadəcə paltarlardır. Mətbəxdə də çox bir şey yoxdur əslində. Deməli, səhər yeməyim də hazırdır. Alinanı yedirdim. Alina əvvəlki qaydada ilə düyü unlu ilə sıyıq bişirdim. Onu yedi. İndi də peçeni yeyir. Əslində bu peçeni çox yemir. Bugün nəsə uzun müddətli yemədiyinə görə elə belə verdim ki, biraz başı qarışsın. Özüm də indi yeməyimi yeyəcəm. Orada da çörək qızdırıram özümə. Və belə bu qədər. Bundan sonra başlayacağım ki, işlərimi yavaş-yavaş görüm. Yeni aldığım məhsullar var idi. Heç birini çıxarmamışdım paketdən. Çünki istədim ki, ilk siz görün. Və LCY2-dən belə bir alış-veriş eləmişdik. 5 cüt corab idi. Bunlar səhv etmirəmsə 8 manat idi. Alina, çıxma ora. Gördüyünüz kimi bir neçə dəst almışdıq. Bunlar hamısı 12-18 aydı. Belə bir şalvar və koftası da var. Ümumiyyətlə bu koftalar qırağından açıldığı zaman daha rahat olur. Həm geyindirmək, həm də soyundurmaq. Çalışın sizdə paltar alarkən, xüsusən də uşaq üçün belə olmasına diqqət edin. Çünki bütöv boyunlu olduğu zaman bunu biraz geyindirmək çətin olur. Bilmirəm, məndə belədir. Çünki uşağı istər-istəməz incitmiş oluruq. Bunlar da 2 dənə bodydir, 20 manat almışdıq. Bu paltarların hamısı LCY2-dən alınıb. Və belə bir dəst almışdıq. Səhv etmirəmsə 36 manat olmalıydı. Belə şalvarıdır, içi də tüklüdür, üstü də tüklüdür. Çox qəşəng, yumşaqdır. Heyf ki, mən sizə buradan bunun yumşaqlığını ötürə bilmirəm. Amma çox gözəl və keyfiyyətli idi. Və belə kapşonu da var, qulaqları da var üstündə. Bundan sonra elə qayıdarkən Navisə keçmişdik. Buradan da bir kalqotka aldıq və bir neçə xırda belə paltarlar lazımdır. Saz Alina üçün kalqotka aldım. Çünki bu günlərdə çox lazım olur. Və bir şey də demək istəyirəm ki, Alina üçün həm də sırğa almışıq, qızıl sırğa. Onu isə göstərmədim. İnşallah Alinanın yaşında, yəni dekabrın ayın 11-i, dekabrın 11-i vlog çəkdiyim zaman onu da sizə inşallah ki göstərəcəm. Burada çəkmədim, bu vloga daxil eləmədim. Necədir Alina? Biz yenə gəlmişik sushi yeməyə. Sushi Azərbaycandayıq. Azərbaycanda. Sushi Azərbaycana gəlmişik.
Deməli qızlar, mətbəxdəyəm. Burada görəcək 3 işimiz var, əsas işimiz. Onlardan biri paltarları sərməkdir. Paltarlar bitib artıq yuyulub. Ondan sonra bu hissələr belə üzdən təmizlənməlidir, amma bunları sona saxlayıram. Əvvəlcə meyvə doğrayacağam, meyvə qaynadacağam. Alina da xəstədir, özüm içəcəm ki, məndən Alinaya keçər bəlkə. Heyva varsa, heyva qaynadacağam. Hələ bilmirəm nə var, nə yox. Ondan sonra da keçəcək pəncərələri silməyə. Çünki keçən dəfə təmirdən sonra pəncərələr silinməyib və ikisi də məni gözləyir. Gəlin əvvəlcə paltarları sərim, meyvəni doğrayım. Ondan sonra da keçək pəncərələrə. Meyvəmiz qalmayıb. Buna görə də ən birinci keçirəm paltarları sərməyə. Qızlar, başladım artıq pəncərələri silməyə, amma mən bu pəncərələri silərkən heç vaxt bu qədər yorulmamışdım. Bilmirəm, həm özümü yorğun idim, Alina xəstə olduğuna görə. Bu arada Alina o qədər pis xəstələnmişdi ki, yəni mən heç vlog çəkə bilmirdim. Apardıq həkimə, birdən-birə öskürək başlamışdı. Uşaq elə bil ki, bir günün bir neçə saatın içində tamamilə dəyişdi. Həkim də 7 günlük müalicə yazmışdı. İndi mən bu vlogu səsləndirirəm və bugün müalicəsi bitəcək. Çox şükür ki, düzəldi. Siz də uşaqlarınızı və özünüzü qoruyun. Çox pis olmuşdu Alina. Özüm də çox halsız idim. Həm də keyfim yox idi Alinaya görə. Onun müalicəsini edirdim, dərmanlarını verirdim. Özüm də həm mental olaraq, həm də fiziki olaraq çox yorğun hiss edirdim. Amma yenə də fikirləşdim ki, elə bu təmizliyi edim, həm də beynim biraz sakitləşər bəlkə. Sadəcə bu təmizliyi edərkən o qədər əsəb keçirdim ki, bilmirəm, uzun müddətdir mən pəncərə silmirəm. Buna görə biraz yadırğamışam. Amma hər zaman istifadə etdiyim bu təmizlik bezləri məni o qədər çilədən çıxardı ki, yaxşıca silirdim, tərtəmiz olurdu, amma suyunu qurudan zaman qurumaq bilmirdi. Şüşənin üstündə ləkə saxlayırdı. Halbuki bu təmizlik bezləri elə şüşə üçün olandı. O qədər əsəb keçirdim. Axırda yoldaşımın bir koftası var idi. Biz onu saxlamışdıq ki, haransa silərik, sonra tullayarıq. Elə götürdüm onu, təmiz idi. Belə gördüyünüz kimi başladım bundan suların qurutmağa. Bu biraz yaxşı çəkdi suyu. Yəni o təmizlik üçün ayrılmış bezlərdən daha yaxşı oldu və bunu da üstündən tam istədiyim kimi olsun deyə Fairy'nin təzə bir biz salfetkasını almışıq. Həmişə slipi alırdıq. Bu dəfə Fairy'ni aldıq ki, yoxlayaq görək bu necədir. Bu da yaxşıdır, pis deyil. Məncə bu əsasən yağlı yerlər üçün daha yaxşıdır. Bilmirəm, mən belə fikirləşirəm. Amma üstünü tam olaraq hələ də oxumamışam. Amma belə təmizlədim, təmiz oldu. Sonda da nəticəni görəcəksiniz. Onsuz da istədiyim kimi edə bilməsəm də nəticə istədiyim kimi oldu. Vlogun bu hissəsini o qədər əziyyətlə çəkmişəm ki, mən yəni bunu sizə sadəcə buradan çatdırmaq mümkün deyil. Yuxarı hissəni də sildim. İndi sizin üçün qısa-qısa kadrlar qoymuşam. Sadəcə vlogun bu hissəsində kamera yuxarını çəkmədiyinə görə o hissə düşməyib. Ona görə də sadəcə bir neçə kadr saxladım və indi də onları görəcəksiniz. Bu vlogun əslində bu hissəsini mən yəni dediyim kimi Alinanın müalicəsi başlayanda təxmini o vaxtlarda çəkmişəm. Artıq 7 gün keçib bunun üstünə. Yəni bir həftədir ki, bu vlog çəkilib. Amma mən bunu sizinlə hələ də paylaşa bilməmişəm. Çünki həm montaj eləmək lazımdır, həm səsləndirmək lazımdır. Buna görə də bunlara vaxt tapa bilmirdim. Başladım. Baxın, dediyim hissə də buradır. Yuxarını silmişəm, amma kadrda düşməyib deyə çox ayrıntılı formada qoymadım. Bundan sonra qızlar, əslində istəyirdim ki, mən fikrim var idi ki, buranı hər tərəfli silim. Amma sonra fikirləşdim ki, yox, özünü yormağın çox da bir mənası yoxdur.
Ona görə də elə bu hissəni sildim və bununla da kifayətləndim. Çünki digər hissələri də silməyə başlasaydım, mən çox yorulacaqdım. Belə ki, bu formada oldu. Pəncərələr də təmizdir. Yuxarını çox silə bilmədim, ancaq bu tərəfdən sildim. Və digər pəncərələr də bu formada oldu. Belə, yəni təmizdir. Digər tərəfdə eyni şəkildə silinib orada. Və indi başlayıram buranı toz soranlayacağım. Ortalığı yığışdıracağım belə. Qızlar, Alina da oturub, belə bir bəbəsi var, Alina'nın oyuncağı. Bunu bibisi almışdı. Və biz Alina balaca olduğuna görə vermirdik ki, saçlarının ağzına salırdı. Amma artıq biraz böyüyüb və oynamağı bacarır. Düzdür, çox qısqanclıq edir bəbəyə qarşı. Amma yenə də oynayır demək olar. Alina'nı da gördünüz ki, necə pis xəstələnib burada. Və bundan sonra qızlar keçdim artıq balıq təmizləməyə. Neçə vaxtdır ki, mən belə duzlu balıq istəyirdim. Amma bir türlü ala bilmirdi. Elə fikirləşdim ki, alaq və bugün yeyək. Çünki heç olmasa ildə bir dəfə də olsa məncə yemək lazımdır. Amma çox rahat, həm çox duzludur. Bunu mən istəmirəm. Əslində məndən olsa çox tez-tez yeyərəm. Amma çox duzlu olduğuna görə elə bəzən alıb yemək daha yaxşıdır. Siz xoşlayırsınız bu balığı yoxsa yox, mənə rəylərdə yazarsınız. Bunu ən çox mən sevirəm. Yanında kartof, yəni qaynadıb elə yeməyi və soğan doğrayaraq. Çox məncə dadlı olur. Buna görə də elə marketə getmişdik və marketdən qayıdarkən yoldaşımla aldıq. Qaynanam da kartof qaynatmışdı. Onunla birlikdə yedik. Mən burada telefonum dolub. Ona görə də balığı doğradığım hissələri çəkməyib. Yəni vacib deyil, əsas onsuz da nəticəni sizə göstərə bildim. Bundan sonra da yanında soğanını da doğrayıram bu formada. Belə məncə çox dadlı olur. Siz nə cür yeməyi xoşlayırsınız? Ümumiyyətlə balıq sevirsinizmi? Mən balığın hər növünü xoşlayıram. Yəni istər qızartma, istər balıq şorbası bişirirlər, bilmirəm yemisinizsə, çox dadlı və faydalı olur məncə. Tez-tez hazırlamadığımız şeylərdir əslində bunlar, amma mən çox bəyənirəm. Bundan sonra da artıq növbəti gündə biz yoldaşımla düşdük aşağı. Amma yoldaşım növbətçi olduğuna görə oturduq parkda, yoldaşıma zənglər gəlmişdi. O da kompüteri yandırmalı oldu. Burada Alina üçün ayaqqabı almışıq. Dünən demişdim, axı marketdə idi. Elə yol üstü bir mağazadan ayaqqabı da almışdıq. Sadəcə o ayaqqabı balaca olduğuna görə Alinaya, biz də onu dəyişməyə gəldik. Sizə də ayaqqabını göstərəcəm. Və burada da baldızım geri bizə gəlmişdi. Getdik biraz mol gəzməyə. Mol dediyim metro parkı gəzirdik. Burada əslində mən tez-tez gəlirəm, amma bu aralar çox gələ bilməmişdim. Bir neçə həftə əvvəl Alina üçün kurtka axtarırdım, onda gəlmişdik. Və biraz gəzdik, evə qayıtdıq. Burada da sizə baldızımın Alina üçün aldığı fincanı və belə bir su qabısını göstərirəm. Çox qəşəngdir. Mən bunu almaq istəyirdim, amma elə baldızım dedi ki, onsuz mən nəsə almaq istəyirəm, mən alaram, sağ olsun. Bundan sonra isə biz həm Alina'nın gecə, Alina'nın 11 ayı tamam olacaqdı. Buna görə onu qeyd eləmək üçün yol üstü tort da aldıq. O hissələri çox çəkmədim, onsuz da evdə göstərəcəm deyə. Və yemək yemişdik. Dedim qabları yığışdırarkən də sizin üçün çəkim, biraz təmizlik motivasiyası olsun sizə. Və başladım təmizliyə. Baldızım gil oturub söhbət edirdilər otaqda. Mən də dedim ki, onsuz da bu təmizliyi edirəm. Heç olmasa vloguma daxil eləyərəm. Həm də biraz söhbət etmiş olarıq sizinlə. Qızlar, mən belə baxıram vloguma, amma görürəm ki, mən təmizlədikcə o təmizlik hiss olunmur. Və bəzən mənə yazırsınız ki, məsələn, dağınıq iş görürsən, ya təmizlədiyin heç bilinmir. Mən sizə haqq verirəm. Çünki artıq vloglara, baxın, mən fikir verirəm, görürəm ki, həqiqətən də düzdür. Sadəcə bunun da səbəbi nədir? Çox vaxt biz öyrəşmişik ki, mətbəx standartlara uyğun olsun, mətbəx mebeli olsun. Belə bir şey gördüyümüz zaman isə elə bilirik ki, yox, bu düzgün bir şey deyil.
Amma hər kəsin həyatı fərqlidir. Mən elədiyim təmizliyi sizə ötürə bilmirəm. Bunu başa düşürəm. Amma yəni orada bir təmizlik işi gedir və məsələn qabları yuyarkən çox vaxt mənə deyirsiniz ki, eyni masalkanı həm qablara, həm stəkanlara vurursan. Qızlar, mən o qədər yoxlamışam ki, ayrı-ayrı masalkalardan istifadə edeyim, amma bu bizdə alınmır. Çünki o dağınıq görüntüyə biri də əlavə olunur. Orada ona görə də o həm də mənim üçün belə bir problemi yoxdur. Siz təsəvvür edin ki, bu yuduğumuz qablarda biz yemək yeyirik. Mənim uşağım məsələn su içir, yemək yeyir. Yəni mən onun sağlamlığını da sizin qədər, yəni sizdən də çox fikirləşirəm. Buna görə də belə bir şeylər yazarkən mən məsələn kimdəsə görürəm, maçalkanın eynisini həm qabda, həm stəkanda istifadə edir. Bu mənə belə çox pis gəlmir. Buna görə də siz də qəbullanmağa çalışın ki, hər kəsin təmizlik anlayışı fərqlidir. Ola bilər ki, məsələn, baxın, mən pəncərə sildiyim zaman o əlimdəki dəsmalı neçə dəfə yuduğumu sizə göstərmədim. Ya da təmizlik bitdikdən sonra o təmizlik bezlərini necə domestosladım, neçə dəfə yudum, bu şeyləri göstərmədim. Buna görə də yəni hər şeyi də göstərmək mümkün olmur. Eləcə də bir çox şeyi çatdırmaq olmur. Buna görə də yəni çox kafaya takmayın bəzi şeyləri. Elə baxdığınız hər şeydən, dinlədiyiniz hər bir şeydən zövq alaraq keçməyə çalışın. Çünki yəni bu qədər də hər şeyi fikirləşməyin. Baxın, mən məsələn qablara baxıram. Bunu neçə dəfə mən tezləşdirmişəm videonu. Və elə bil ki, qabları bir dəfə belə fırladıram, elə onunla da yuyulur. Amma mən fikirləşirəm ki, mən biraz qablarda diqqətli oluram. Çünki Alina üçün mən əlavə qab almamışam və bizim yediyimiz boş qablarda yeyir Alina yeməyini yediyi zaman. Buna görə də mən bu şeylərdə ekstra diqqət edirəm ki, şampun filan qalmasın. Amma belə vloqa baxdığım zaman görürəm ki, elə bil ki, tez su ötürmüşəm üstündən və belə yəni çox təmizlənməyibmiş kimi. Amma bu onunla bağlıdır ki, mən bu vloqu çox tezləşdirmişəm. Videonun bu hissəsini. Bunu da belə açıqlamaq istədim sizə. Artıq təmizliyimi də bitirirəm və buranı da üzdən təmizlədim. Çox dərinliyinə enmədim ki, evdə ümumiyyətlə qonaq olarkən, bilmirəm sizdə necədir, mən çox iş görməyi sevmirəm. Sadəcə baldızım deyil, elə ev adamı olduğuna görə belə çox da yəni bu qabları saxlamadım. Çünki mən yumasam, bir də görəcəm ki, qaynanam gəlib yuyur. Buna görə də elə tez elədim ki, onlar da rahat söhbət eləsinlər. Mən də bütün işlərimi burada görüm. İşlərimi bitirən kimi də aldığımız tortları belə düzəldirəm ki, saat 12-də biz Alinanın 11 ayına da qeyd eləyək. Hər ay qeyd eləmirik biz. Bu dəfə də sadəcə baldızım gəlirdi. Elə fikirləşdik ki, bugün qeyd eləyərik. Tortların da 2 dənə niyə almışıq? Çünki bu tortlardan birini, trufel olanını baldızımın uşaqları çox sevir. Mən düzü heç sevmirəm bu tortu. Ona görə də özümüzə də kiçik, başqa formada bir tort aldıq. Yəni belə bu günümüzü də bu formada qeyd elədik. Vlogumu izlədiyinizə görə hər birinizə təşəkkür edirəm. Növbəti vloqlarda görüşərik. Bura qədər baxdınızsa, vlogumu əgər yəqin ki, bəyənmisiniz. Buna görə də bəyənməyi və rəy yazmağı da unutmayın. Bu ilin sonuna qədər təxmini 1 ay yarım vaxt qalıb. Heç olmasa bəlkə 5000 olarıq. Düzü inanmıram, yəqin ki, ola bilmərəm, amma siz kömək eləsəz mənə, təbii ki, bunu da bacararıq. 2000 olmuşuq, təbii ki, bu sevindirici haldır. Buna görə də bir daha təşəkkürlər.